Sabahınız xeyir olsun, hörmətli soydaşlarımız, hamınızı xoş gördük. Bugünkü reportajımız Dahi Nizaminin yanından. Bakıda bir dırnaqarası ekspert, hərbi ekspert kimi Telman Qasımovdan olacaq. Telman Qasımov indi valı dəyişir. Dünənki çıxışında deyir ki, Mediatuş deyilən bir kanalda. Mən o elə demirəm, belə eləyirəm. Onlar deyir, Rusiyada Putini tərifləyirlər ona görə. Ay qardaş, bunlar Rusiyada yaşayırlar. Putini təhqir eləyə bilməzlər. Adamı 48 saat içində buradan deport eləyərlər. Görüm o deport olan adamı sən orada qəbul eləyəcəksənmi? Gəliblər bura. Bunların çoxsu da Azərbaycan vətəndaşdır. Gəliblər bura özləri üçün ailələrini dolandırırlar, çörək pulu qazanırlar. Sən nə danışırsan? Sənin başına soğuq gəlib. Sən o Azərbaycanda 30 il Ramiz Mehdiyevin öz başınalığından, məmurların öz başınalığından danış. O Bakını su basıb, o kollektorun, kanalizasiyanın pulun yiyənlərdən danış. Sən nə işin var burada Rusiyada yaşayanlar güya Putini təhqir eləməlidirlər, tənqid eləməlidirlər. Ağıllı ol günah. Sən öz işinlə məşğul ol. Burada yaşayan Azərbaycanlılar təhsil də alırlar, ailələrini də dolandırırlar, hətta uşaq pulu da alırlar. İnvalidlər də düzəldiblər özlərinə. Onu da eləyirlər. Rusiya hökuməti buna göz yumur. Qardaş, ağıllı olun. Oturmuşsunuz isti kabinetdə, danışırsınız da, bilmirsiniz ki, nə deyəsiniz. Qardaşım, sən mən gördüyüm işlərin ondan birini gör. Ondan sonra mən bütün günü millətin problemləri ilə maraqlanıram. Ağıllı ol günah. Sənin heç nədən xəbərin yoxdur. Millət burada nələr çəkir. Bizim Rusiyada o qədər alimlərimiz, iş adamlarımız, nə dərdim, ticarət mərkəzlərinin sahibi olan bazarlarda iş görənlər. Qardaş, ağıllı ol günah. Neçə illər idi ki, Azərbaycana milyardlar gedirdi buradan. Ölkə prezidentinin bir siyasəti var. Sən ona bax, gör nədir. Prezident nə deyirsə, sən o ilə danış. Yoxsa başından böyük danışıb, biri Səidə Bəkir qızı, biri sən, nə bilim, o birisi danışırsınız. Bizi müzakirə eləməyin. Biz burada neçə ildir yaşayırıq. Toylarımız Azərbaycan adəti ilə gedir. Sizinki kimi yox, orada diskoteka çevirmişsiniz. Milli adətlərimizlə, uşaqlarımız burada, uşaqlarımız deyəndə hamımızın evlatları institutlarda oxuyur, məktəblərdə oxuyur. Sənədsiz məktəblərə götürürlər. 90 gün gəlib qala bilmirəm Azərbaycanda. Amma bunlar gəlib 90 gün içində burada işləyirlər də. Ağıllı ol günah. Deyir, o bir məsəl var, Erməniyə dost deyir, şunun xatirinə, ağıllı ol günah. Burada o sözü deyə bilmərik. Ağıllı ol. Bizim nəyimizə lazımdır? Biz ailəmizi dolandırıb, milli maraqlarımızla məşğuluq. Odur ki, bizi 3-cü sort adlandıra bilməzsən. Sən elə özün 3-cü sortsan ki, bizə demirsən. Get işinlə məşğul ol. Sən kimi ekspertlər çoxdur. Oradakı o Galina Arutunyandan danış, nə bilim o birisindən danış, bu birisindən danış. Nəysə yoldaşlar, bunu qısa olaraq elə sizə cavab verdim. Bu Telman Qasımov valı dəyişib indi başqa cür deyir. Deyir, mən o mənada demirəm, bu mənada deyirəm. Ağıllı ol günah. Durakan panyakla. Zayazkom Sledorus demişsən. Burada hər şey öz qaydasındadır. İnşallah yaxşı olar, millət burada. Firavan dolanar, ailəsini dolandırar. Sağ olun, sağlığın.